Hamiləliyin 11-ci həftəsi. Bu videoda yenə də dölün inkişafı, ananın bədənində olan dəyişikliklər haqqında danışacağım və videonun sonunda hansı çörək növləri bizim üçün faydalıdır, bu mövzuya toxunacağım. Hamiləliyin 11-ci həftəsində dölün artıq üst çizgiləri formalaşır, normal böyük insan üst çizgilərinə daha bənzər olur, gözlər və qulaqlar öz yerini tutur. Daxili orqanlarda olan dəyişiklik, qaraciyər artıq qırmızı qan hücrələrini sintez etməyə başlayır. Sümük iliyi hələ yoxdur, ona görə bütün qan hücrələri bu dövrdə sırf qaraciyərdə salgılanır. Böyrəklər fəaliyyətə başlayır və sidik ifrazatı başlayır. Sidik hissəsini görə bilərik. Mədə altı vəzdə isə insulin salgılanmağa başlayır. Döl aktiv hərəkət eləyir. Mütləq dölün ön divarını, qarının ön divarını kontrol edirik bu həftədə. Çünki bu həftəyə qədər orada fiziolojik bir herni yırtığı olur və bağırsaqların bir hissəsi çöldə yerləşir. Amma bu həftədə bu tamamilə bu yırtıq bağlanmalıdır və qarnın ön divarı tam olmalıdır. Fəqərə sütununu kontrol edirik. Sinir sistemi və fəqərə sütunu qüsurlarını bu həftələrdə aşkarlaya bilərik. Dölün cinsiyyət orqanı artıq tamamilə formalaşıb. Amma bu həftədə bizim onu görməyimiz 10% xəstədə mümkündür. Digər xəstələrdə, daha iləri həftələrdə biz cinsiyyəti belirləyə bilirik. Ananın artıq bulantısı azalmağa başlayır və yavaş-yavaş iştahı artır. Qarın altında olan ağrılar, bel ağrıları tamamilə azalır və keçir. Əgər normal fiziolojik hamiləlik keçiririksə, fol turşusu əlavəsinə davam edirik. 400 mikroqram miqdarında bol maye içirik və gəzirik havada. Hərəkətimiz hələ ki bundan ibarətdir. Gəlsək qidalara, yenə də toxunuruq karbonhidratlı qidaları. Çünki onları sevirik, amma eyni zamanda da onları qısıtlamaq məcburiyyətindəyik. Çörəkdən danışdığımızda, çörəyin faydaları əgər tam buğdadan, yəni buğdanın ümumiyyətcə bizim üçün faydası çoxdur. Çünki buğdada B qrup vitamindən ən zəngin qidadır və biz öz B qrupu vitamininin çoxunu sırf un məmulatlarından alırıq. Amma hansı undan? Yəni biz ağ unlu bir çörək istifadə ediriksə, o əla növ undan hazırlanmış çörəkdə kəpək olmur, beləliklə lif olmur və B qrupu vitaminləri olmur. Bəs nə olur? Asant əmilən, glikemik indeksi yüksək olan un olur, glukoza olur, gluten olur çox miqdarda və çörəklərin əksər növlərində droş olur. Bu üçü də əslində bizim üçün istənilməyən bir məqamdır. Yəni glikemik indeksi yüksək, lifi az, droju çox. Bəs hansı çörək növlərinə biz müraciət edə bilərik? Nə istifadə edə bilərik? Yəni çörək yemək istəyirik, sevirik çoxumuz, qidamızdan, rasionumuzdan çıxarda bilmirik. Gəlsək birinci bu glikemik indeks məsələsinə. Tam kəpəkli, çovdar və tam buğda unlarından hazırlanmış çörəklər yüksək miqdarda lif içərir və onun hesabına da bu qidaların glikemik indeksi daha aşağı olur bu çörəklərin. Droşsuz çörəyə gələndə eyni unlardan droşsuz üsulla, mayasız üsulla, yəni soda ilə, kabartma tozu ilə və yaxud da təbii bu süd məhsulları ilə, məsələn kefirlə, qatıqla, zakvaska dediyimiz üsulla hazırlanan çörəklər droş içərmir. Yəni bu lavaş ola bilər, bu ciabatta adlı bir çörək ola bilər, tam buğda və yaxud da qara başaqdan və yaxud da covdar unundan hazırlanmış soda ilə və yaxud da kabartma tozu ilə belə biraz daha yastı görünən çörəklər ola bilər. Glutenə gəldiyimizdə, əgər biz glutena
bir intoleransımız var. Yəni burada mən sırf çölyak xəstəliyindən danışmıram, çünki o nadir görülən bir xəstəlikdir, hansını ki biz uşaq vaxtından aşkarlayırıq, çünki çörək istifadəsində ishalimiz olur, köpümüz olur və onu artıq hamiləlik belə deyək də o yaşına gələndə biz bilmiş oluruq. Amma bu çölyak xəstəliyindən xaric də yəni bundan başqa da bizim yüngül bir gluten intoleransımız ola bilər. Yəni adi çörək yeyəndə bir ağırlıq, köp hissi hiss edə bilərik. Bu da gluten intoleranslığın bir əlamətidir. Ümumiyyətcə də gluten bizim mikrofloramız üçün, bağırsaq mikrofloramız üçün çox faydalı bir şey deyil. Ona görə onu biz azaltmağa çalışırıq. Glutensiz çörəklər isə bu qarabaşaq unundan və yaxud da mısır unundan ya da düy unundan hazırlanmış bir çörəklərdir. Bunların içindən mən mərcimək və noxuddan da hazırlanmış çörəklər. Bunlar da təbii ki glutensiz çörəklərdir. Bunların içində məsələn qarabaşaq həm hasanddır, həm uyğundur, həm glutensizdir, həm droşsuz hazırlana bilər. Yəni tam faydalı şəkildə onu istifadə edə bilərik. Amma deyək ki, qarabaşaq unundan hazırlanmış əgər biz çörək istəmiriksə, yenə də tam buğda, çovdar, kəpəkli undan hazırlanmış çörəklər, droşsuz, deyək ki, kabartma tozu ilə, soda ilə və yaxud da zakvaska ilə, yəni kefirin ya qatığın üzərində hazırlanmış çörəklər də bizim üçün adi ağ çörəkdən qat-qat daha faydalıdır və üstündür. Sağlam qalın, hamiləliyiniz keyfli keçsin.